Safir Ufuk Hanım Turganer, hürmetli qonaqlar, hanımlar ve cənablar, çıxışmacılar başlamadan önce, 2 gün önce təyyarə qəzası nəticəsində həlak olmuş, şəhid olmuş hərbiçilərimizin ruhunu bir daha xatırlayır, ailələrinə və yaxınlarına, Türkiyə xalqına, Kuzey Kıbrıs Türk xalqına və Azərbaycan xalqına başsağlığımı ifade etmək istərdim. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin müstakillik günündə sizləri burada salamlamaq şərəfinə nail olmaqdan çox məmnunam. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin quruluş günü kimi qeyd etdiyimiz 1983 ilin 15 noyabr günü Kıbrıs Türklərinin tarixində mühüm bir dönüş nöqtəsi olmuştur. Həmin tarixi gündən başlayaraq öz doğma vətənlərində sülhə və əmin-amanlığa nail olmuş Kıbrıs Türkləri bugüne dek müstakillik yoluna qətiyyətlə devam edirlər. Bugün Kuzey Kıbrıs'ta Cumhuriyet kuruculuğunun 42. il dönümünü qeyd edərkən, öz sarsılmaz qətiyyətləri və fədakarlıqları ilə müstakilliyə yol açmış kurucu liderlərin, Doktor Fazıl Küçük və unudulmaz Rauf Denktaş'ın, eləcə də bütün azadlıq mücadelesinde şəhid olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edirik. Kıbrıs Türk Cumhuriyeti, Türk dünyası tarihinde milli iradenin, azadlığı uğrunda siyasi mücadelenin en parlak örneklerinden biridir. Müstakilliğin elan edilmesinden öten 42 yıl ərzində Kuzey Kıbrıs Türk Cumhuriyeti siyasi ve iktisadi tədrid vəziyyətində qətiyyətlə dayanmış, qardaş Türkiye Cumhuriyeti'nin qətiyyətli ve devamlı dəstəyiyle inkişaf etmək ve regional sabitliğe töhfə vermək qabiliyyətini yüksək şəkildə nümayiş etdirmiştir. 2004 yıl referendumundan sonra Kıbrıs Türkləri Qərb dövlətlərinin insan hakları ve azadlıkları prinsipləri ilə kəskin şəkildə ziddiyyət təşkil edən ayrı-seçkili siyasetiyle üzləşməkdə hələ də devam edirlər. Bu qarazlı yanaşma haqlı olarak bütün Türk xalqlarını Kıbrıslı qardaşlarımıza mənəvi ve siyasi dəstək verməyə, Kuzey Kıbrıs Türk Devleti'nin regional ve global seviyede siyasi ve iktisadi sistemlere integrasiyasını desteklemeye sövq edir. Bu bakımdan 2022 yılda keçirilmiş Səmərqənd zirve görüşünde Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Türk Devletleri Təşkilatına müşahidəçi üzv qəbul olunması, Türk Devletleri Təşkilatının 2024 yıl Şuşa zirvəsində və eləcə də 2025 yıl Qəbələ zirvəsində görüşlerde temsil olunması ve beynəlxalq səviyyəli mötəbər tədbirlərdə Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin bayrağının dalgalanması Türk birliğinin ve həmrəyliyinin parlak təzahürüdür. Zəngin tarixi irsi ve mədəni müxtəlifliğiyle seçilen Kuzey Kıbrıs bugün Türk devletleri ile yanaşı İqtisadi Əməkdaşlıq Təşkilatı ve İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda da müşahidəçi üzv statusuna malikdir. Bu nailiyyətlər onun beynəlxalq aləmdə artan tanınmasının ve suveren Türk Cumhuriyeti kimi layıqlı yer tutmasının göstəricisidir. Ölkələrimiz arasında birbaşa əlaqələrin əsası hələ 1997 ildə Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Azərbaycan nümayəndəliyinin açılmasıyla qoyulub. 2023 yılın aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Kuzey Kıbrıs Cumhur Meclisi arasında işçi grubun yaratılması ülkelerimiz arasında parlament diplomatiyasının esasını koymuş ve Azerbaycan-Kıbrıs münasebetlerinin daha da canlanmasına yol açmıştır. İşçi grubumuz her iki ülkenin müvafiq devlet kurumları arasında, eləcə də özel biznes daireleri ve vatandaş cəmiyyətləri arasında sosyal, iktisadi ve medeni humanitar əlaqələrin inkişaf ettirilmesi istiqamətində fəaliyyət göstərir. Son yıllar genişlenmekte olan iki taraflı əlaqələrimiz müxtəlif sahələrdə, o cümlədən təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı kimi əsas sektorlarda əməkdaşlığa mühüm töhfələr verməkdədir. Keçən il ərzində hər iki ölkənin təhsil nazirlikləri arasında və eləcə də ayrı-ayrı ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq haqqında çoxsaylı razılaşmalar əldə olunub. Hazırda 500'e yakın Azərbaycanlı tələbə Kuzey Kıbrıs'ın müasir beynəlxalq standartlara cevap veren ali təhsil müəssisələrində təhsil alırlar. Ve aynı zamanda birçok Azərbaycanlı pedagoglar
Kuzey Kıbrıs'ın akademik müesseselerinde uğurla çalışırlar. Geçen yıl arzında Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden kent tasarrufatı mahsullarının idxalına başlanılıb, Bakıda kiçik ve orta biznes temsilcilerinin görüşü təşkil olunub. Hazırda Kuzey Kıbrıs'da her iki ülkenin iş adamları tarafından ortak sermaye kuruluşuna esaslanan 36 birgə müəssisə fəaliyyət göstərir. 1011 nəfər Azərbaycan vətəndaşı Kuzey Kıbrıs'da vətəndaşlıq statusu əldə edib ve onların 60%'i turizm ve hizmetler sahasında, 10%'i tip sahasında ve diğer 10%'i ise təhsil sahasında çalışırlar. Son yıllarda Türk devletleri arasında günü-gündən genişlenen münasibətlər Türk dünyası çerçevesinde birbaşa əlaqələrin yaranmasına, səmərəli əməkdaşlığa ve karşılıklı inkişafa geniş imkanlar açır. Fırsattan istifadə ederek bu tədbirdə iştirak eden biznes nümayəndələrini, təhsil, mədəniyyət, incəsənət sahələrində çalışan təmsilçiləri Kuzey Kıbrıs Türk Cumhuriyeti ile əməkdaşlığı genişləndirməyə dəvət edirəm. Azərbaycan Respublikası Türk devletleri arasında iktisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahasında karşılıklı yardımların göstərilməsi ilə Türk birliğinin möhkəmlənməsinə hər zaman töhfə vermiş ve bu prensipler bugün de ülkemizin apardığı xarici siyasette prioritet katlı olarak kalmaktadır. Bu yılın 9 April tarihinde yeni dünya nizamına doğru mevzusunda geçirilen beynelxalq forumda Prezident İlham Aliyev demiştir. Kuzey Kıbrıs Türk dünyasının ayrılmaz bir parçasıdır ve biz her zaman kardeşlerimizin yanındayız. Devlet başçısının seslendirdiği bu fikirler, ülkelerimiz arasında birlik, beraberlik, hemrahlik ve kardeşliğe sökenen münasebetlerde yeni merhalenin ideolojik konturlarını müəyyən edir, karşılıklı münasebetlerin derinleşmesine yol açır. Azerbaycan Kuzey Kıbrıs Parlamentler Arası İşçi Grubumuz karşıdaki yıllarda da halklarımız arasında dostluk ve kardeşlik alakalarının möhkəmləndirilmesi, medeni humanitar ve siyasi iktisadi münasebetlerin daha da inkişaf ettirilmesi için samimi kalpten çalışacak ve halklarımız arasında itibarlı köprü olmak misyasını uğurla hayata geçirmeye devam edecek. Üzvü olduğum Milli Meclis adından ve onun temsil ettiği Azerbaycan halkı adından Kıbrıs Türk halkının müstakilliğinin 42. yıl dönümü münasebetiyle tebrik edir. Kıbrıs Türk halkına ebedi sülh ve firavanlık arzulayırım. Dikkatinize göre minnettarım.